Hamıya salam. Bugün nə bişirək çay süfrəsinə? Deməli, indi hər yerdə böyürtkən satırlar. Mən də qərar aldım ki, böyürtkənli piroq bişirək. Bunun üçün bizə nə lazımdır? 3 yumurta, 1 stakan pisoq, 1 çimdik duz. Yumurta ilə şəkər tozunu ağarana qədər və həcmi böyüyənə qədər çalırıq və vanil əlavə edirəm. 1 stakan süd əlavə edirəm. Yarım stakan bitki yağı. Bunun üzərinə 1 paket qabartma tozu tökürəm və bunu unla bərabər əliyirəm. Və ikinci stəkan unu əlavə edirəm. Və bizdə belə biraz duru xəmir əmələ gəlir. İstəsəz yarım stakan da un əlavə edə bilərsiniz. Bişirmə qabımıza yağ tökürəm. Yağ qoyuram. Xəmiri tökürük. Və üzərinə böyürtkənləri tökürəm. Gilə meyvələri üzərinə tökəndən sonra qalan xəmiri də üstünə əlavə edirəm. Qabaqcadan isidilmiş 180 dərəcədə sobaya yerləşdiririk və 30-40 dəqiqə pişiririk.